tuşonka satan, əskərin payını satan generallar, onlar oğrudular. Тушонку я купила в киевской базе. Уже купляем ее первый раз. Говядина тушеная, консерви м'ясної стерилізації. А тут така ситуація. Дивіться, це вже не перший раз. Я ось відкриваю. Тут теж написано яловична тушонка. Але це не, дивіться, бачите, як хорошо наклеєно. Це не українська тушонка, а дивимося консерви м'ясні стерилізації. Так, ось. Це, виходить, тушонка азербайджанська. І це тушонка солдат. Тут я дивлюся, ще напис, так, по сроках хорошо. Так, переворачуємо. Так, ось, порадуй себе. Так, виготовлено, ой, божечки, де воно зараз? Перший сорт. Ну, виходить, тушонку продають в Україні, але ця тушонка не для продажу, це тушонка для солдат іде. От, пожалуйста, ми, українці, їмо цю тушонку, а солдати бідні голодні. Просто інтересно, як ця тушонка попала до нас в Україну, якщо границі закриті, хто її переправляє, а солдати сидять голодні. Bu tuşonkanın üzərində yazılıb, satışı qadağandır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məxsusdur. Yəni, Elçin Quliyev, oğraşdan əmələ gələn. Bax, sonra bu bəzi trollar yazmasınlar. Ha, belə sizə görsün, deyəm bizə də işıq düşür. Elə eləyim ki bunu. Görsənirmi? Ha, əla görsənir. Baxın, yazılıb. Satışı qadağandır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məxsusdur. Aydındır da bu tuşonka. Azərbaycan əskərlərinin ərzaqlarını götürür, aparır Kiyevə, Ukraynaya və orada onları satışa çıxardırlar. Bu, bir Azərbaycanlılar üçün söyüşə bərabərdir. Bu, birlər Azərbaycan üçün ölümə bərabərdir. Hanı bu xalq? Niyə səsiniz gəlmir? Bu əskərlərin büyümləri yanında niyə dayanmırsınız? Niyə dayanmırsınız? Əskərlərin haqlarını niyə tələb eləmirsiniz? Elçin Quliyev, ay oğraş, ay arvad şotda kişi olan oğraş. Hardasan? Niyə görə cavab vermirsən? Düdün yığını.